Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə. Sosial yardım almaq istəyən vətəndaşlar bir neçə məlumat çatdırmaq istəyirəm ki, xəbərlər olsunlar və bizimlə hansı halda internet verə bilər və həmin halların qarşısını alsınlar. Ona görə zəhmət olmasa videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin xəbəri olsun. Eyni zamanda onu qeyd edin ki, əgər fərdi qaydada məsləhət istəsiniz, qeyd olunan telefon nömrəsinə əlaqə saxlaya bilərsiniz. Hörmətli izləyicilər. Və yəni keçən mövzuya ki, nəyin xəbərdarlıq eləmək istəyirəm. Birinci növbədə sosial yardım üçün müraciət etdiyiniz zaman hörmətli izləyicilər, elə bir ailəcinizin adından edin ki, həmin şəxs evdə olsun. Yoxsa gəlib baxırlar, deyirlər evdə sizi tapmadıq, internet yazırlar. Bu bir məsələ, hörmətli izləyicilər, vacib məsələdən biri. Digər məsələ ondan ibarət ki, əgər siz sosial yardım alırdınızsa, sizi işdən çıxardıblarsa, o halda da təzədən məhkəməyə müraciət edib bərpa olmuşsunuzsa, neçə ay sosial yardım kəsilibsə sizdə, adətə bilirsiniz də, yəni işləməyən halda sosial yardım kəsilir. Bir ay ərzində əgər iş yeri dəyişirsə, işdən çıxırsınızsa, yeni işdən təmin olunmazsınız. Hörmətli izləyicilər. Əgər bu olmasa kəsilir. Bu halda neçə ay sizin sosial yardım kəsilibsə, onun məhkəmə qaydasında iş yerinə tələb edə bilərsiniz. Həmin məbləği nəzərə alın. Hörmətli izləyicilər. Bir məsələ bu, digər məsələ də var. Bilirsiniz ki, sosial yardım vermək üçün aliment tələb edirlər. Əgər uşağın atası varsa. Yox, nəzərə alın. Nikahdan kənar evlənmişsinizsə, qəbirlə evlənmişsinizsə, uşaq dünyaya gəlibsə, onun doğum haqqında şəhadətnaməsində ata-adı qeyd olunubsa, siz Həsən xidmətə yaxınlaşmaqla formada ödərsiniz. Tək analıq haqqında arayış. Onu təqdim edirsiniz ki, yəni uşağın atası fərqliliyi yoxdur. O hansı halda verir, onu qeyd edəcəyəm. Amma digər məsələ toxunun, hörmətli izləyicilər. Bundan əlavə, yəni ki, bilin ki, hansı halda avtomobil ola bilər. Yol vərəqəsinə bir də əlilliyi olan şəxslər təyin olunan avtomobil dövlət tərəfindən o sayılmır. Yəni ona görə sosial yardım verilmir. Əgər ətraflı məlumat istəyirsinizsə, hörmətli izləyicilər, sosial yardımın 19 şərti barədə videonu bəyənin və kanala abunə olun. Əgər 1000 abunə yığsam, bir də 2000 bəyənmə yığsam bu video, mən geniş video çəkəcəm. Hörmətli izləyicilər. Əgər yox, fərdi qaydada məsləhət istəyirsiniz, qeyd olunan telefon nömrəsinə əlaqə saxlayın. Mən fərdi qaydada hüquq məsləhəti verim. Və keçən digər məsələ, hörmətli izləyicilər. Amma əvvəlcədən onu qeyd edin ki, hüquq məsləhətin verilməsi 10 manatdır. Mən özüm də əlilliyi olan şəxsəm, yəni onunla dolanılan nəzərə alın. Bir-birimizə hörmət yanaşaq, hörmətli izləyicilər. Onu qeyd edin ki, əgər siz istəyirsiniz ki, həmin məbləği alimentdən çıxsınlar, yəni ki, belə məsəl üçün 300 manat aliment alırsınızsa və yaxud da 246 manat aliment alırsınızsa və sizin yoldaşınız sizə aliment ödəmirsə, istəmirsiniz ki, həmin bu, belə deyə, vəsait alimentdən kəsilsin, müəyyən hallar var ki, həmin halda kəsilə bilməz. Deməli, yoldaşınız əgər hərbi xidmətdədirsə, aliment ödəmirsə, həbsxanadadırsa, itkin düşübsə və ya müəyyən səbəblər var ki, ödəyə bilmir, o halda məhkəmənin icra professiya idarəsi var, oraya yaxınlaşırsınız, məhkəmə icrasından arayış alırsınız ki, hansı səbəbdən ödəmir. O halda həmin məbləğ gəlir. Əgər yox, istəmirsiniz işi uzatmağa, o halda məhkəmə qərarını göstərirsiniz ki, bizdə məhkəmə qərarı var, məsəl üçün aliment təyin olunub 246 manat. Yəni həmin məbləği oradan çıxırlar, digər yedəqə məbləği sizə ödəyirlər. Nəzərə alın, hörmətli izləyicilər. Bundan əlavə qeyd edin ki, digər məsələ də var. Siz alimentin məbləğini özünüz qarşı tərəfdən mediasiyada müəyyənləşdirə bilərsiniz. Yəni bu 100 manat da ola bilər, 200 manat da ola bilər, 50 manat da ola bilər, belə deyək, o deyilərsiniz. 300 manat da ola bilər, fərqi yoxdur. Özünüz müəyyənləşdirə bilərsiniz. Hörmətli izləyicilər, nəzərə alın. Buna məhdudiyyət yoxdur. Yəni bu halda da sosial yardım sizə verilməlidir. Ona da qeyd edin ki, valideynlərdən biri uşağın 8 yaşına qədər işləməyə bilər. Amma bir məsələ var, uşaq əlilliyi olan şəxsizsə, o halda da 18 yaşına qədər işləməyə bilirsiniz. Hətta 18 yaşından da yuxarı. Və yaxud onu da qeyd edin ki, valideynlərdən biri birinci qrup, ikinci qrup əlillidir, evdə də az yaşlı uşaq var. O halda ikinci valideyn də işləməyə bilər.
Nəzarəm, qanunverici buna da imkan verir. Hörmətli izləyicilər. Yəni buyurun. Bir daha qeyd edirəm ki, əgər istəyirsiniz ki, biləsiniz ki, hansı halda hansı güzəşt və imtiyazlar var, gedirsiniz DOST xidmətinə, bir də görürsünüz və yaxud Hasan xidmətə dəqiq hesablamaq istəyirsinizsə, dəqiq bilmək istəyirsinizsə, mənə müraciət edə bilərsiniz. Mən hüquqi yardımı həmin telefondan göstərirəm, həmin əyani şəkildə. Telefonla və əyani şəkildə hüquqi məsləhətin verilməsi az təminatlı ailələr üçün 10 manatdır. Mən özüm də əyri arabasında olan şəxsəm, hüquqşünas olmağıma baxmayaraq, yəni ki, onunla dolanıram. Dediyim kimi, bayaq qeyd eləmişim, bir-birimizin əməyinə hörmətlə yanaşaq. Buyurun, müraciət edin, yəni incəlikləri mən sizə deyəcəm. Hansı halda nə etmək lazımdır. Dediyim kimi, istəsiniz gələ də bilərsiniz, hörmətli izləyicilər. Yəni ki, amma sizdən xahiş edirəm ki, suallarınızı WhatsApp səsindən göndərin, hörmətli izləyicilər. Vacib məsələdən biri budur. Digər başqa yerdə olan cavab verə bilmirəm. Səsindən göndərin və ödəniş də əsas şərtlərdən biridir. Yəni insanlar hamı zəngi deyib bir də söz soracağım, bir gözü yarım saat vaxt getdi. Olmasın da, yəni bizim də əməyimiz qiymətlənsin. Bu gün hal-hazırda Azərbaycanda 10 manata hüquqi məsləhət yoxdur. Amma mən bunu yaradıram, yəni fəaliyyət göstərəcəm. Bundan əlavə istənilən mövzuda, yəni ki, məsləhət ala bilərsiniz, hüquqi məsləhət, tək sosial yardımdan bağlı yox. Eyni zamanda onu qeyd edin ki, sizə ərizəyə yazıb e-mail, WhatsApp ünvanını göndərə bilərəm istədiyiniz sahədə. Yəni ki, təbii ki, əgər qanunverici ona imkan verirsə, yəni sizin məsələ düzəlirsə, belə deyək də, hörmətli izləyəcək o halda. Yox, düzəlmirsə boş-boş niyə yazaq? Sizin də pulunuz geçsin, mənim də vaxtım geçsin. Amma onu qeyd edin ki, yəni ərizələrin yazılması tamamilə başqa bir qiymətdir. Məsləhət yalnız 10 manatdır. Ərizələrin normalda 50 manat yazıram. 50 manatla 40 manat arasında dəyişik kampaniya olduğu halda. Ətraflı məlumat üçün dediyim kimi qeyd olunan telefon nömrəsini əlaqə saxlaya bilərsiniz. Dəstək üçün zəhmət olmasa kanala abunə olun, videonu bəyənin, qoy daha çox şəxs bilsin. Bir daha xatırladım, əgər bu video 1000 abunə yığsa, 2000 bəyənmə yığsa, geniş izah verəcəm ki, sosial yardım almaq üçün nə etmək lazımdır. Bir də onun sonunda qeyd edin ki, hansı halda tək kanalı haqqında araş verir. Deməli, nikahdan kənar yaşamısınızsa, o halda verir. Və yaxud ata dünyasını dəyişibsə, yəni belə deyək, atalıq müəyyən olmuşsa, o halda verir. Hörmətli izləyicilər, müəyyən hallar var. Bir daha dediyim kimi, əlaqə saxlayın, geniş məlumat verin. Diqqətinizi görə sağ olun. Sonunda bir daha xahiş edin ki, abunə olmağı unutmayın. Sağ olun, hörmətli izləyicilər. Sağ olun.